Bədən, insan, səs. Bu üç sözü əvvəlcə eşidəndə hansı mənanı daşıdığını, niyə görə bu cür adlandığını anlamaq bir qədər çətin olur. Ancaq bu, Səid İsmailzadənin rəhbərliyi altında insanları bir araya gətirən layihənin adıdır. Layihə haqqında çox az eşitdiyiniz məqamları şou məkan vasitəsilə daha dərindən biləcəksiniz. Bədən, insan, səs layihəsi tamamilə fərqli olmağımıza baxmayaraq biz birik, bir məqsəd üçün vuruşuruq, bir-birimizi olduğumuz kimi qəbul edirik şüarını cəmiyyət ötürür. Burada müxtəlif insanlar yer alır. Yəni Down sindromlu insanlar var, şizofreniyası olan insanlar var, müxtəlif fiziki məhdudiyyəti olan insanlar var burada. Müxtəlif yaş təmsilçiləri, müxtəlif din və milliyyət təmsilçiləri, müxtəlif tamamilə fərqli bir insanlardır. Səid, bəs bu fərqli insanlar sizin yanınızda, yığılan qrupda nələr öyrənirlər? Bu fərqli insanlar hər həftə görüşürlər, ünsiyyət qururlar. Ünsiyyət növü olaraq musiqi, bir də rəqsdir. Biz onlara bizim milli rəqsimiz olan yallını öyrədirik. İki qrupaya ayrılmışıq, bir rəqs qrupası, bir də xor. Rəqs qrupasında aydındır ki, biz orada hərəkətləri öyrədirik. Xorda da həmin yallının melodiyasını biz oxuyuruq, musiqisini. Və inşallah təqdimatda hər iki bu qrupda bir yerdə yallını belə bir nümayiş eləyəcək. Bu yallı da bir birlik simvolu daşıyır. Çünki burada siz hamı bir-birinə bağlıdır. Yəni fərd olaraq yox, özünü bir bütöv olan bir şeyin hissəsi hiss eləmək. Səid, bu qədər insanı bir yerə yığırsınız, əziyyət çəkirsiniz, daşı daş üstə, rəqsi rəqs üstə qoyursunuz. Bəs öyrətdiklərinizi insanlara nə vaxt təqdim edəcəksiniz? Dekabr ayında bu layihənin təqdimatı olacaq. Layihənin məqsədi odur ki, məhdudiyyəti olan, həm fiziki, həm əqli məhdudiyyəti olan, müxtəlif milliyyətlərdən, mədəniyyətlərdən olan insanlar özlərini təcrid olunmuş kimi hiss eləməsinlər. Yəni bu cəmiyyətin bir tam hüquqlu bir şəxsləri kimi hiss eləsinlər və nə dərəcədə fərqli insanlar bir-birlərini qəbul eləyə bilir, yoxsa yox. Layihəyə böyük marağın olduğunu söyləyən İsmailzadə ayrılan qruplarda kifayət qədər tələbənin olduğunu qeyd etdi. Layihədə artıq 50-dən çox iştirakçımız var. Həm rəqsi nəzərdə tuturam, həm də xor qrupamızda və gələn həftə inşallah biz artıq yekun olaraq bütün iştirakçıların siyahısını, bizdə olan könüllülər də var burada, kim ki bizə kömək eləyir və hardasa bir 100-ə yaxın insan olacaq. Səid, bəs təqdimat zamanı hansısa məşhuru biz orada görə biləcəyikmi? Düşünürəm ki, yəni ən azından bizi dəstəkləyəcəklər nə barədə təqdimat vaxtı bizim bu həm layihənin təqdimatında öz iştirakçılarını orada göstərərlər, ifalarını göstərərlər. Hə Səid, sən söyləyəcəyini söylədin. Keçək indi layihə üzvlərinə. Rəqs müəllimi İradə xanım Bədən, İnsan, Səs layihəsində iştirak etməkdən məmnun olduğunu söyləyir. Elə bir göydən düşmə oldu mənə. O qədər sevindim ki, Səidlə danışdıq, dedi ki, gəl məşqlərə başladıq. Çox maraqlıdır mənim üçün. Çox istəyirəm hamısını. Hətta fikirləşirəm ki, layihə qutarandan sonra darıxacam onlardan ötürü. Eşitmə qüsurlu qızlar gəlib, onlar təzə qoşuldular. Onlar o qədər maraqla, o qədər çox mənə qəribə gəlir ki, gözlərində bir belə eşq var onların. Müəllimələri də keçən dəfə dedi ki, o qədər xoşbəxt özlərini hiss eləyirlər ki, mən izah edə bilmirəm. Layihənin digər bir iştirakçısı Yulizana Koxmazova da bütün çətinliklərə baxmayaraq çıxılan bu yolda həvəslə işlədiyini qeyd etdi. Bu işi başlamaq üçün gərək öz işini çox sevəsən. Çünki bu işi başlamaq üçün başa düşürsən ki, ən əsası sevgi, bir də ki, həvəs olmalıdır. Bir də necə deyim sizə, səbir olmalıdır. Hər həftənin bazar günü vaxtınızı bu layihədə iştirak etməyə ayırmaqla böyük bir təcrübə qazana, eyni zamanda yeni dostlar əldə edə bilərsiniz.